Mexanizmin faydalı iş əmsalı hansı ifadə ilə təyin olunur? Eta bərabərdir. A faydalı bölünsün. A tam vurulsun 100%. A variantı. Gücün vahidinin əsas vahidlərlə ifadəsi. Gəlin baxaq. Gücün düsturunu xatırlayaq. N nəyə bərabərdir? A bölünsün T-yə. A işdir, vahidi jouldur. Joulun da Newton vur metr kimi yaza bilərəm. Zamanın yerinə də saniyə yazaram. Gəlin Newtonu açaq. Newton kiloqram vurulsun metr bölünsün saniyə kvadratı. Yuxarıda bir dənə də metrim var, aşağıda bir dənə də saniyəm var. Onda bu mənə nəyi verəcək? Kiloqram metr kvadrat bölünsün saniyənin kubu. C variantı. Vahid zamanda görülən işə bərabər olan fiziki kəmiyyət əlbəttə gücdür. 4. Gücü 1,5 kilovat 1,5 vurulsun 10 üstü 3. Hansı müddətə? Deməli 360 kilojoule deməli iş görürlər. Məndən T-ni soruşur. N nəyə bərabərdir? A bölü T-yə. T-ni tapanda nə edirik? A-nı N-ə bölürük. Yəni 360 vur 10 üstündə 3-ü 1,5 vurulsun 10 üstü 3-ə bölürəm. 10 üstü 3-lər ixtisar gedir. 360-ı 1,5-ə böləndə 240 saniyə tapmış oluram. 6 metr dərinlikdəki quyudan 5 kiloqram kütləli su dolu qabı 4 saniyə ərzində bərabər sürətlə qaldıran adamın gücü N nəyə bərabərdir? A bölünsün T-yə. Deməli, quyunun dibindən bərabər sürətlə qaldırırsansa, onda ağırlıq qüvvəsinə qarşı iş görürsən. H bölünsün T bərabərdir. 5 vurulsun, 10 vurulsun, 6 bölünsün 4. Deməli, 3, burada 2-yə getdi 5. Deməli, 25 vurulsun 3-dən də tapıram. Nə qədər eləyir? 75 watt eləyir. Baxaq 6-ya. Gücü 6 kilovat olan mexanizmin 0,5 dəqiqə ərzində gördüyü iş A nəyə bərabərdir? N vurulsun T-yə. Yəni 6, cavabı kilovatla istəyirik, çevirməyək. 0,5 dəqiqədə saniyə çevirəndə 60-a vurmalıyıq. Olacaq 30 saniyə. Cavab nə qədər eləyir? 180 kilojoule edir. Sabit gücə malik olan mühərrikin gördüyü işin zamanın asılılığı N nəyə bərabərdir? A bölünsün T-yə. Güc sabitdirsə A T ilə necə asılıdır? Buradan A-nı tapsaq N vurulsun T. Güc sabitdirsə A T ilə düz mütənasib asılıdır. Mexanizmin gördüyü işin zamanın asılılıq qrafikinə əsasən onun gücünü hesablayın. N nəyə bərabərdir? A bölünsün T-yə. 12-yə belə 20-ni 4-ə belə ikisində də eyni cavabı tapırıq 5 watt. Mexanizmin gördüyü işin zamanın asılılıq qrafikinə əsasən onun gücünü tapın, N-i tapın. 20-ni 4-ə bilərik, 40-ı da 8-ə bilərik, cavab tapırıq 5. Gücü 400 watt olan mühərrik nə qədər vaxtda 8 kilojoule iş görər? T-ni tapanda A-nı N-ə bölməliyik. Kilojoule 8000-dir. N də 400-dür. Deməli, 40-ı da 4-ə böləndə tapırıq 20 saniyə. 2 dəqiqə ərzində 3 kilojoule iş görən mexanizmin gücü N bərabərdir. 3000 kilojoule joule çevirəndə 1000-ə vururuq da. Bölürük 2 dəqiqə. 2 dəqiqəni də çevirməliyik. Deməli, saniyə 2 vurur 60, 120. Sıfırlar ixtisar getdi. Deməli, 3 ixtisar aparsaq 4, 2 ixtisar aparsaq 100, 100-ü də 4-ə böləndə alırıq 25. Güc, mexaniki iş və güc üçün Venn diaqramında uyğun bətləri müəyyənləşdirin. Vahidi watt olan əlbəttə gücdür, joule olan işdir. Hər ikisi skalyar kəmiyyətdir. İşin görmə yeniliyini xarakterizə edən gücdür. Qüvvə ilə yerdəşmənin modulları hansına bərabər olan isə mexaniki işdir. Deməli, mexanizm hansı məqsəd üçün yaradılmışdırsa, işin həmin məqsədi həyata keçirməyə sərf olunan hissəsi adlanır, deməli, faydalı iş. 4. Sonra, nəzərdə tutulmuş hər hansı işin yerinə yetirən zaman enerjinin bir hissəsi sürtünmə qüvvələrə qarşı işin görülməsinə sərf olunur. Buna görə də faydalı iş, deməli, tam işdən kiçik olur. Faydalı işin tam işə nisbətini mexanizmin faydalı iş, eta faydalı iş əmsalı, faydalı iş əmsalı 2 adlanır. Adətən də faizlərlə 3 ifadə olunur. Baxaq 14-də boş xanalara müvafiq fiziki kəmiyyətlərin deməli, işarələrini yazın. Deməli, Efes kosinus alfa bu işdir. Burada A bölünsün T bizə gücü verir. Yəni, gücün belə bir ifadəsi var. F vurulsun V. Buradan F tapanda N V-yə bölürük. Bunları ilə davam edirik. Deməli, gücü 6 kilovat olan su nasosu 5 ton suyu
3 metr hündürlükdəki çənə nə qədər müddətə vurur? Deməli, n-yə bərabərdir A bölünsün T-yə. Buradan T-ni tapsaq, T nəyə bərabərdir? A bölünsün N-ə. Və burada ağırlıq qüvvəsinə qarşı iş görüldüyünə görə MGH bölünsün N. Verilənləri qoyuruq yerinə. 5 tondursa olacaq 5000, vurulsun 10, J 10'dur. H nə qədərdir? 3'dür. N də 6 kilovat, yəni 6000'dir. Sıfırlar getdi. 3 ilə 6 getdi. 2. 50 bölünsün 2'dən də tapırıq. 25 saniyə. 2 kilogram kütləli cisim 20 metr hündürlükdən sərbət düşdə qravitasiya sahəsinin gücünü tapın. N nəyə bərabərdir? A bölünsün T-yə. Düzdürmü? Qravitasiya sahəsi, yəni ağırlıq qüvvəsinin gördüyü iş burada əsas olacaq. Yəni MGH bölünsün T-yə. 2 vurulsun, 10 vurulsun 20. T nə qədərdir? Aha, sərbəst düşdükdə deyir. Ha, heç bunu fikir vermədim. Baxın, sərbəst düşürsə 5-15 qaydası ilə görürsüz. Ümumilikdə hər məsələn 5 metr düşməyə də 15 metr düşməyə də 1 saniyə vaxt sərf edirsə, ümumilikdə nə qədər vaxt sərf edir? 2 saniyə vaxt sərf edir. Hesablayaq. 2'lər ixtisar getdi, nə qaldı? 200 watt qaldı. B variantı. Mühərrikin gücü 20 kilovat olan qaldırıcı kran 5 ton kütləli yükü 20 metr hündürlüyə 1 dəqiqə 60 saniyə, yəni 60 dəqiqə 100 saniyə qaldırır. Kranın faydalı iş əmsalı eta nəyə bərabərdir? A faydalı bölü atan bölü 100%. Deməli, mühərrikin gördüyü iş tam işdir. Deməli, kranın gördüyü iş isə faydalı işdir. Ona görə yazırıq MGH bölünsün N vurulsun T. 100%. İndi baxaq. 5 tondursa 5000, vurulsun J 10, H nə qədərdir? 20. Deməli, N 20000, zamanda 100. İndi gəlin tapaq. Vurulsun 100% də var. İndi baxaq. Deməli, 1, 2, 3, 1, 2, 3 sıfırı atdıq. Burada bir sıfırla bu sıfır getdi, bundan da bu getdi. 10 bölünsün 20, vurulsun 100%. Bu da bizə neçəni verir? 50% verir. Baxaq 4'ə. Deməli, kütləsi 24 kilogram olan cismi faydalı iş əmsalı 60% olan tərpənən blok vasitəsilə qaldırmaq üçün ipin sərbəst ucuna hansı qüvvə ilə dartmaq lazımdır? Baxın. Deməli, eta nəyə bərabərdir tərpənən blokda? MG bölünsün 2F vurulsun 100%. İndi baxaq. Verilənləri qoyaq yerinə. Eta nə qədərdir? 60% bərabərdir 24 vurulsun 10, yəni 240 bölünsün 2F-ə vurulsun 100. Deməli, olacaq 1,2 F də bərabərdir 240-a. Buradan da F-i tapırıq, nə qədər eləyir? 200 Newton eləyir. Cavab D variantı. 12 metr olan mail müstəvi üzrə kütləsi 10 kilogram olan cismi yuxarı qaldıran zaman 300 joule iş görmüşdür. Mail müstəvinin faydalı iş əmsalı. Mail müstəvinin faydalı iş əmsalı MGH bölünsün F vurulsun L ilə tapılır. Vurulsun 100%-də unutmuruq. Deməli, kütlə 10, J 10, H 1,2, F. Deməli, burada işi veribdir 300. Elə 300-də yaza bilərik də, yəni F-in yerinə. Vurulsun 100%. Deməli, yuxarı eləyəcək 120 bölünsün 300, vurulsun 100%. Deməli, ixtisar getdim. Burada da nə qalır? 40% qalır. Cavab olur D variantı. Deməli, faydalı iş əmsalı 60%, uzunluğu 5 metr, hündürlüyü 2 metr olan mail müstəvi boyunca 6 kilogram kütləli yük bərabər sürətlə yuxarı qaldırılır. Yükü dartan qüvvəni. Yəni, eta nəyə bərabərdir? MGH bölünsün F vurulsun L vurulsun 100%. Deməli, vurulsun 100% bərabərdir. Deməli, ilmi yerinə nə yazırıq? 6, J-ni yerinə 10, hündürlüyü nə qədər verib? 2, F soruşur, vurulsun, deməli 5. Burada vurulsun 100%. Buradan da etada nə qədərdir? 60%. Bərabər olur 60%. Buradan da F-i tapırıq, nə qədər eləyir? 40 Newton edir. Cavab olur B variantı. Olan yük tərpənməz blok vasitəsilə 2 metr hündürlüyə qaldırılır. İplə blok arasında sürtünmə qüvvəsi 15 Newton olarsa,
Blokun faydalı iş əmsalı aşağıya doğru yükün öz ağırlığı var 60. Bir də sürtünmə nəzərə alınır. Sürtünməyə qarşı da bir iş görülsə, onda 60 ilə 15-i cəmləyirik. Ümumilikdə 75 Newton qüvvə təsir edir də. Onda etanı tapsaq, deməli, tərpənməz blok üçün olacaq mj bölünsün f vurulsun 100%. Bərabərdir 6, j də 10. Deməli, f də 75 olacaq, vurulsun 100%. Bu da bizə nəyi verir? 80% verir. Gücünün zamandan asılılıq qrafiki verilmişdir. 10 saniyə ərzində görülən iş. Bu fiqurun sahəsi, baxın, bu işbucağın sahəsini tapsaq, biz görülən işi tapmış olacağıq. Deməli, 10 bölünsün 2 vurulsun 40. Da mənə nəyi verir? Deməli, 200-ü verir. Gücün zamandan asılılıq qrafikinə əsasən ilk 4 saniyə ərzində görülən işi tapın. Yenə bu fiqurun sahəsini, bax, bu işbucağın sahəsini tapmalıyıq. 4 bölünsün 2 vurulsun 20. Buradan da nə tapıram? 40 joule tapıram. Gücün zamandan asılılıq qrafikinə əsasən ilk 6 saniyə ərzində görülən iş, yenə eyni şəkildə 6 bölünsün 2 vurulsun 30. Bu da mənə nəyi verir? 90-ı verir. Gücün zamandan asılılıq qrafikinə əsasən ilk 6 saniyə ərzində görülən iş, bu zamanda baxın, bu düz bucaqlının sayəsini tapmalıyım. Yəni 12 vurulsun 6, 72 joule. Gücün zamandan asılılıq qrafikinə əsasən ilk 10 saniyə ərzində görülən iş, 10 saniyəni çəkməyiblər. Baxın, 4-dən 10 saniyədə gəlib, nə qədər? 2,5 dəfə artıb, onda 8-də 2,5 dəfə artıb olmalıdır 20. Onda bax, bu işbucağın sayəsini tapmaqla mən nə edərəm? Deməli, işi taparım. 10 bölünsün 2 vurulsun 20. Düzdürmü? Bu da eləyəcək 100. Yəni, Y variantı. Faydalı iş əmsalı 30% olan mexanizmin gördüyü faydalı iş 6 kilojoule olarsa, onda tam işi tapın. Onda eta nəyə bərabərdir? A faydalı bölünsün A tam vurulsun 100%-dir də. Deməli, faydalı iş 6 kilojoule, yəni 6000 bölünsün A faydalı bərabər olacaq 0,3-ə. 0,3 A faydalı da 6000-dir. Buradan da tapıram A faydalı nə qədərdir? 20 kilojoule. Yəni A variantı. Faydalı iş əmsalı 40% olan, deməli, mexanizmin gördüyü tam iş 6 kilojoule olarsa faydalı işi tapın. Deməli, olacaq A faydalı bölünsün 6000 bərabərdir 0,4-ə. Düzdürmü? Buradan da tapıram. Mənim A faydalım nə qədər eləyir? 2,4 kilojoule edəcəkdir. Deməli, faydalı iş əmsalı 40% olan istilik mühərrikinin gördüyü iş 13 kilojoule olarsa, onun faydalı işini tapın. Neçə kilojoule olduğunu tapın. Deməli, A faydalı mühərrikin gördüyü işdə tam işdir də. Bölünsün 12 kilojoule istəyir cavabımı. Yenə də yazaq 12000. Bu bərabər olur 0,4-ə. Buradan da A faydalını tapırıq. Deməli, 12000-i vurmalıyıq 0,4-ə. Bu da mənə verəcək 4800. Bu da 4,8 kilojoule edəcək. Deməli, faydalı işin tam işdən asılılıq diaqramına uyğun faydalı iş əmsalı arasında hansı münasibət düzgündür? A faydalı nəyə bərabər? Daha doğrusu eta nəyə bərabərdir? A faydalı bölünsün A tam vurulsun 100%. Düzdürmü? İncə baxaq. Belə bir koordinat başlanğıcına qrafik getsə 1 ilə 2 eyni qədər artıdır. Yəni eyni xəttin üstündədirlərdə orada etalar bərabər olacaq. Deməli 3 nöqtəsinə baxsaqsa burada həm bucaq azdır. Yəni buna əsasən deyə bilərik ki, deməli 1 və 2 bərabərdir, o da böyükdür 3-dən. Həm davam eləyək. Gücü 50 kilovat, faydalı iş əmsalı 40% olan nasos 40 metr hündürlüyə 10 dəqiqə ərzində nə qədər su qaldıracaqdır? Onda etanın üstünü yazsaq, deməli eta nəyə bərabərdir? mgh bölünsün n vurulsun t vurulsun 100%-ə. Düzdürmü? Onda gəl yazaq. Deməli m-imizi bilmirik. J 10-dur, h 40-dır. N veribdir. 50 vurulsun 10 üstündə 3. 10 dəqiqə ərzində deyirdim. 10 dəqiqəni də çevirməliyik. Saniyə 60-a vurmalıyıq. Olacaq 600. Bərabər olmalıdır 0,4-ə. Buradan m-i tapırıq nə qədər eləyir? 30 vurulsun 10 üstündə 3 kiloqram. Rho da m bölünsün v-dir də. Məndən v-ni soruşur. V-ni tapanda m rho-ya bölməliyəm. Yəni 30 vur 10 üstündə 3-ü
Bura nə qədərdir? 1000-ə. 10 üstü 3-ə bölməliyəm. Onda ixtisar gedəndə nə qalır? Elə 30 kubmetr qalır. Faydalı iş əmsalı 80% olan tərpənməz bloklar kütləsi 40 kq kütləli cismi bərabər sürətlə 20 metr qaldırmaq üçün nə qədər iş görmək lazımdır? Deməli, burada nə var? Tərpənməz blok var. Eta nəyə bərabərdir? mj bölünsün f vurulsun 100%-ə. Deməli, 40 j-də 10 olacaq. 400 bölünsün f bərabər olacaq 0,8-ə. Deməli, buradan f-i tapırıq nə qədər eləyir? Deməli, 500 Newton eləyir. Düzdürmü? İndi deyər ki, 20 metr. Hündürlüyə qaldırmaq üçün nə qədər iş görmək lazımdır? Əmi bu 500-ü vurursan 20-yə. Neçə eləyir? 10.000 eləyir. O da 10 kilojoule edəcək. Yəni Y variantı. Baxaq 3-ə. Meyl bucağı 45 dərəcə olan mailin müstəvi boyunca. Deməli, sabit sürətlə yuxarı cisim qaldırılır. Sürtünmə əmsalının 0,6 olduğunu bilərək mail müstəvinin faydalı iş əmsalını tapın. Necə qaldırılır? Sabit sürətlə qaldırılır. Baxın, mail müstəvi çəksək bura. Mail müstəvi üzərində bir cisim F qüvvəsinin təsiri ilə qaldırılır. Deməli, ağırlıq qüvvəsini göstərsək mj. Deməli, 45 dərəcədə bura. Onda bax, bu olacaq. Burada 45-dir. Bura, deməli, F ağırlığın x-idir. X toplanandır daha doğrusu. Digəri isə, bax, burada olacaq y toplananı. Bir də sürtünmə qüvvəsi təsir edir. Yəni, mj kosinus alfa. Onda bax, bərabər sürətlə qaldırılır. Bu f y ilə, yəni f sinus alfa ilə, o yazaq elə f sinus alfa ilə, mj kosinus alfanın cəmi ilə tarazlaşır. Düzdürmü? Cəmi ilə tarazlaşır. Onda biz gəl etanı yazaq. Eta nəyə bərabər olacaq? mjh bölünsün f sinus alfa üstə gələk mj kosinus alfaya. Vurulsun 100%-ə. Düzdürmü? İndi baxaq. Deməli, düz bucaqlı üç bucaqda. Bir də aşağıda el var da. Vurulsun el var. Düzdürmü? Baxın. Deməli, f-in də yerinə gəl mj yazaq. Daha rahat olsun da bizə. Olacaq. Ağırlıq qüvvəsini toplanandaq. mj sinus alfa. Üstə gələk mj kosinus alfa. mj'ləri hər tərəfdə mən ixtisarımı apara bilərəm. Deməli, qalacaq h bölünsün sinus alfa. Üstə gələk mü kosinus alfa bölünsün el. Baxın, düz bucaqlı üç bucaqda da. Bura h-dır, bura eldir. Onda qarşıdakı qatetin hipotenuzun nisbəti mənə sinusu verəcək də. Onda h böl el mənə elə sinusu verəcək. Sinus 45 dərəcə bölünsün. Yəni sinus 45 üstə gələk mü kosinus 45. Sinus 45 dərəcə üstə gələk mü kosinus 45 dərəcə. İndi gəl qoyaq yerinə. Sinus 45-də kök altında 2 bölünsün 2 alır. Yenə kök altında 2 bölünsün 2. Üstə gələk münü nə qədər verib? 0,6 vurulsun. Kök altında 2 bölünsün 2. Düzdürmü? Hesablamalardan sonra tapırıq ki, nə qədər eləyir? 62,5% edir. Yəni cavab olacaq B variantı. Tərpənən blokun köməyi ilə kütləsi 48 kq olan cismi bərabər sürətlə qaldırılır. Blokun faydalı iş əmsalı 80% olarsa tətbiq olunan qüvvəni məndən soruşur. Yenə hansı blokla qaldırılır? Tərpənən blokla. O da eta nəyə bərabərdir? Deməli, mj bölünsün 2f vurulsun 100%. Deməli, kütləni verib 48, j10, 480 bölünsün 2f bərabər olacaq 0,8-ə. 1,6f bərabər olur 480-ə. Buradan f tapırıq nə qədər eləyir? 300 Newton eləyir. Cavab C variantı. Faydalı iş əmsalı 40% olan mühərrikin tam gücü 8 kilovatdır. Bu mühərrik 5 saniyə ərzində gördüyü işi tapın. Faydalı iş əmsalı 40% olan mühərrikin tam gücü 8 kilovatdır. Bu mühərrikin 5 saniyə ərzində gördüyü işi məndən soruşur. Baxın, tam gücü verib. Deməli, A tam nəyə bərabərdir? N tam vurulsun zaman. 8 vurulsun 5-dən olacaq 40 kilovat. Daha doğrusu kilojoule. İşi tapdım da mən.
Bunda etada nəyə bərabərdir? A faydalı bölünsün A tam vurulsun 100%. İndi baxaq. A faydalı məndən soruşur. A tamı tapdım 40. Cavabı kilojolla istəyir, heç çevirməyə ehtiyac yoxdur. Bərabərdir 0,4-ə. Buradan da A faydanı tapırıq. Nə qədər edir? 16 kilojol edir. 60% olan mühərrikin tam gücü deməli 3 kilovatdır. Bu mühərrikin 5 saniyə ərzində gördüyü faydalı işi tapın. A tamı tapaq. 3 vurulsun 5-dən olacaq 15 kilojol. Etada nəyə bərabərdir? A faydalı bölünsün A tam. Yəni A faydalı bölünsün 15. Bərabərdir 0,6-ya. Buradan da A faydalını tapıram. Deməli 15-i vurmalıyam 0,6-ya. Deməli eləyəcək 9 kilojol və yaxud da 9000 jol. 40 kiloqram olan cisim bloklar sistemi vasitəsilə deməli bərabər sürətlə qaldırılır. Pin sərbəst ucuna tətbiq olunan qüvvənin 500 Newton qiyməti 500 Newton olarsa faydalı iş əmsalını tapın. Bax bu 500-dür. Eyni ipdə eyni gərim olduğuna burada 500-dür. Burada 500-dür. Onda bura nə qədər düşəcək? 1000 düşəcək. Aşağıya doğru da cismin öz ağırlığını yazdaq. 400-dür. Amma aşağıya doğru 1000 ilə dartılır. Yəqin ki 600-də sürtünmə var. Düzdürmü? Bunda gəl etanı tapaq. Etada nəyə bərabərdir? A faydalı bölünsün A tam vurulsun 100%. İndi baxaq. Deməli belə yaza bilərik. Deməli MG, yəni bir dənə tərpənən blok var. Olacaq 400 bölünsün 2 vurulsun. Deməli hansı qüvvə ilə dartılır? 500. Newton qüvvə ilə dartılır, vurulsun 100%. Sıfırlar getdi. Deməli cavab olacaq 40%.